son nailiyyətlərinin tətbiqində göstərən, peşəkarlığı, işi və personalının yüksək səviyyəsi ilə sübut edən, keyfiyyəti xidmətindən bilinən Bakı Klinikası ən qabaqcıl tibb mərkəzidir. İndi ixtisaslaşmış cərrahların çalışdığı cərrahiyyə şöbəsi xidmətinizdədir. Ən qısa zamanda etibarlı şəkildə xoşbəxt həyata qayıtmağın yolu Bakı Klinikasından keçir. Bakı Klinikası, həyat gözəldir, sağlam həyat daha gözəldir. Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılarımız. Sağlıqlanın növbəti buraxılışında sizi salamlayıram və mövzumuzu nəzərinizə çatdırıram. Kişi sonsuzluğu və androloji xəstəliklər bu buraxılışımızın mövzusudur. Və qonağımız Fransa və Avropa Uroloqlar Cəmiyyətinin və Dünya Endo-Uroloqlar Cəmiyyətinin həqiqi üzvü, Fransanın Lyon şəhərində uzun müddət çalışmış, Baku Kliniki Cərrahiyyə şöbəsinin müdürü, Fransada ixtisaslaşmış uroloq, androloq, uzman doktor Araz Bayramovdur. Xoş gəldiniz Araz bəy. Xoş gördük. Araz bəy, deməli bugünkü mövzumuz kişi sonsuzluğu və androloji problemlər artıq elan etdim və kişi sonsuzluğundan başlayırıq. Son zamanlarda belə Azərbaycanda çox artan bir problemdir. Yəni doğrudan mı bu qədər artıbdır və təbii ki, əsas səbəblər nələrdir? Bu haqda istəyirik bilək. Deməli, ilk öncə onu qeyd etmək istərdim ki, bəli, doğrudan da yəni kişi sonsuzluğu son zamanlar yəni artmışdır. Xüsusilə də mən bir həftə öncə, yəni bəlkə də 3-4 gün öncə belə deyərdim, daha dəqiq desək, Belqradda bizim Avropa Uroloqlar Cəmiyyətinin regional bir toplantısı idi. Yəni toplantıda bizim illik olan işlərin təhlili gedirdi ki, Avropa urologiyasında, andrologiyasında və artıq təsdiqlənir ki, zamanla ki, yəni kişi sonsuzluğunun artma faizi artmağa doğru gedir. Faizi artmışdır. Yəni bu tək Azərbaycanda deyil, həmçinin Avropada yəni artmağa doğru gedir. Ümumiyyətlə bu faizlərə böldükdə təqribən 35% kişi sonsuzluğunun payına düşür, 35% qadın sonsuzluğunun payıdır və digər 30% isə yəni qarışıq səbəblərdir. Yəni həm kişi sonsuzluğu, həm də qadın sonsuzluğu eyni zamanda bu ailələrdə, cütlüklərdə rast gəlinir. Yəni ümumiyyətlə kişi sonsuzluğunun nəyi mən vurğulamaq istərdim, maarifləndirmək istərdim əsas tamaşaçılarımızı. Birinci olaraq unutmaq lazımdır ki, kişi sonsuzluğunun səbəbkarlarının önündə duran birinci səbəbkar varikoseldir. Yəni xaya damarlarının genişlənməsidir. Sonra o cümlədən uşaq vaxtı keçirdikləri xəstəliklərdir. Hər bir ana diqqət etməlidir ki, uşaqları, yəni oğlan uşaqları xüsusilə də, yəni doğulduğu zaman xayalar o xaya torbasına düşmüşdür. Yəni bu günlərin biz çox rast gəlirik. Hətta mənə 8-10 yaşında olan oğlan uşaqları müraciət edirlər ki, yəni valideynləri 8 yaşında aşkar edirlər ki, onların xayaları düşməmişdir. Yəni kriptarxizm vardır, tibbi terminlə desək. Bu xaya eməməsi gələcəkdə kişi sonsuzluğuna gətirib çıxardan səbəblərdəndir. Sonra digər səbəblər içərisində cinsi yola keçən infeksiyalardır. Yəni unutmaq lazım deyil, prostatitlərdir. Yəni prostatitlərdən maksimum olaraq qaçmaq lazımdır. Yəni bunun üçün qorunmaq lazımdır. Sonra o cümlədən cinsi yolla düşən infeksiya vardırsa, xüsusilə də əlamətləri sidiyə gedən zaman göynəmədir, qırıq-qırıq sidiyə getmələrdir, kəskin prostatitlər zamanı kəskin ağrılar olur çanaq nahiyəsində. Prostatitlər vaxtı-vaxtında müalicə edilməlidir. Sonra digər səbəblər içərisində, əsas sonsuzluqda nədən ibarətdir? Spermatozoidlərin aktivlik faizi aşağı düşür. Yəni bu günlərin Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi konsensusa əsasən, yəni guidelinesdə qeyd olunur ki, aktivlik faizi 25%-dən yuxarı olmalıdır. Yəni bu gün bizim müayinə olunan xəstələrimizin böyük əksəriyyətində maksimum 20% aktivlik faizi olur. Yəni irəli hərəkətdə aktivlik faizi. Digər miqdarıdır. Spermatozoidlərin miqdarı normada olmalıdır. Bu da 40 milyondan artıq olmalıdır spermatozoidlərin miqdarı. Sonra aktivlik faizi və miqdar da normal olursa da, hətta morfoloji spermaların sayı da normal olmalıdır. Yəni normal sağlam spermalardan gedir və patoloji formalar. Ola bilər ki, miqdarı normaldır, aktivliyi vardır. Sadəcə olaraq spermatozoidlərin özlərində patoloji olaraq problemlər vardır. Bəli, yəni. Yəni nə qədər səbəb var əslində kişi sonsuzluğuna gətirib çıxaran. Azərbaycanda cütlüklər evlənir, ailə qurur, sonsuzluq baş verirsə, bunun səbəbini xanımda axtarırlar. Amma demək ki, əslində burada 50-50-yədir. Yəni düzdür, tam 50% demirəm, siz dediniz neçə faiz paya düşür. Amma sonsuzluq baş verirsə, burada kişi sonsuzluğundan da şübhələnmək lazımdır və səbəblər çoxdur. Varikosilə dediniz səbəblərdən biri. Bu haqda danışaq mı?
Bu varikoseli ümumiyyətlə xaya damarlarının genişlənməsidir. Yəni bu varikoseli yəni biz ayaqlarda da rast gələ bilirik. Ayaq damarlarının genişlənməsi olur. Xüsusilə də bu uzun müddət ayaq üstə duran, çəkili olan xanımlarda olur. Amma kişilərdə rast gəlinən bu varikoseli xaya torbalarında, yəni xayanın ətrafında xaya damarlarının genişlənməsidir. Bu nədən ibarətdir? Burada mexanizm necə baş verir? Yəni bəzən xəstələr sual verirlər. Bu gün də mənə düzü bizim o sosial şəbəkələrimizdən çox suallar gəlir. Yəni suallar gəlir ki, ikinci dərəcə varikosel əməliyyata göstərişdirmi? Ümumiyyətlə lazımdırmı bu əməliyyatlar? Əlbəttə mütləq olaraq əməliyyat olunmalıdır. Sonsuzluq vardırsa və varikosel də yanaşı olaraq aşkarlanıbsa, yəni birinci olaraq mütləq göstəriş hesab olunur. Yəni mütləq ikinci dərəcəlimi? Orada demək ki, dərəcələr nədir? Dərəcələr vardır. Yəni birinci dərəcəni biz bəzən izləyirik. Açığını desəm mən yəni özüm ultrasəs müayinəsində baxıram, xayaların ultrasəs müayinəsini edirəm və bu zaman müşahidə edirik. Əgər birinci dərəcəli varikoseldirsə, yəni birinci dərəcəlidə çox xırda genişlənmə olur, xəstə güc etdiyi zaman çox cüzi olaraq dəyişiklik gedir. Bunu birinci dərəcə sayırıq. Bu xəstələri biz izləyirik. Spermatozoidlərin aktivlik faizini müalicə üsulları ilə artırmağa çalışırıq. Amma ikinci, üçüncü və ya dördüncü dərəcəli varikoseldirsə, burada artıq əməliyyata mütləq göstəriş hesab olunur və bu varikosellər aradan qalxmalıdır ki, spermatozoidlərin aktivlik faizidir, miqdarıdır, normaya qalxsın. Və digər şey də unutmaq lazım deyil ki, varikoseli necə mexanizm olaraq təsir edir? Xaya damarların xayanın ətrafında, yəni belə deyək, kələf şəklində artır və xayanın fəaliyyətinə necə təsir edir? Yerli temperaturu qaldırır birinci olaraq. Yəni xayada yerli temperatur qalxdığına görə spermatozoidlərin yaradan hüceyrələr məhv olurlar. Biz yəni artıq mən də doktorlardan bilirəm ki, sən demək ki, xaya toxumasının temperaturu daha aşağı olur. Daha aşağı olur. 2 dərəcə, yəni bəli, bədən temperaturu 36,5 dərəcədirsə, yəni xayalarda olan temperatur 35 dərəcə və ya bir qədər aşağı olmalıdır. Yəni bəli, yuxarı artmış olursa, buna görə də biz xəstələrə saunalardır, sonra sıx idman növləridir. Məsələn, kompüteri nə üçün deyirlər ki, diz üstə qoymaq olmaz, bəylərimiz üçün xüsusən. Demək ki, bax onun üçün. Tamamilə doğru. Yəni bu səbəblərdən və digər ən vacib faktorlardan mən qeyd etmək istərdim. Bizim gənclərdə artıb o sülədə kişilərdə siqaretin özü. Siqaret çəkmək, nikotinin özü kişi sonsuzluğuna gətirib çıxardan faktorlardandır. Yəni bir faktor deyildir, multifaktorialdır. Bəli. Kişi sonsuzluğunda səbəbkarlar bir çoxdur. Yəni bu səbəbkarları biz bir-bir aradan qaldıraraq, yəni belə deyək, puzzle formasında, yəni bunlar aradan qalxaraq biz səbəbi artıq aradan qaldırmış oluruq. Mən bir neçə xəstələrim olub, azospermiyası olub. Yəni spermatozoidlərin miqdarı da aktivlik faizi də 0 olub. Biz bu xəstələrdə müayinə etmişik, varikosel olub, sonra siqaret çəkən bir xəstə olub. Bu səbəbləri aradan qaldırmaqla həmin xəstə süni mayalanmaya artıq bir addımında idi. Yəni təklif edilmişdi artıq süni mayalanma. Biz həmin xəstənin artıq övladı olub. Yəni doğrudan da bəzən elə olur ki, müəyyən bir xəstəlikdir, onun altda yatan törədən səbəbini aradan qaldırdıqda o artıq simptom kimi özünü biruzə verən xəstəlik öz-özünə də bəzən yəni yox olub gedir. Varikosel ilə bağlı ən çox verilən suallardan biri oydu ki, əməliyyat lazımdır, lazım deyil. Buna aydınlıq gətirdik. Demək ki, ikinci dərəcəli artıq varikoseli varsa, əməliyyat lazımdır. Və mikroskopik üsulla bilirəm ki, edirsiniz bunu. Bu mikroskopik usul necə üsuldur? Digərlərindən üstünlüyü nələrdir? Bu haqda danışaq. Deməli, varikosel əməliyyatlarını əvvəllər, yəni Sovet dövrlərində nəzərdə tuturam, bu Ivaniseviç üsulu ilə idi. Əzələlər kəsilirdi, yəni qarın nahiyəsindən böyük bir kəsik olunurdu və bu zaman həm arteriyalar, xayaya gedən, həm xayanı qidalandıran damarlar bağlanırdı və həmçinin venoz damarlar, yəni venoz damarlar bağlanırdı. Biz artıq mikroskopik üsulla xayanın yuxarı hissəsindən, qasıq nahiyəsindən Marmar üsulu adlanır, subinguinal. Yəni bizim bir görüntümüz də var, bəli, videomuz olmalıdır. Bəli. Deməli, mikroskopik varikoselektomiya üsulunun prinsipi nədən ibarətdir? Ümumiyyətlə bu üsulun prinsipi gördüyünüz kimi çox kiçik bir kəsiklə qasıq nahiyəsindən, subinguinal nahiyədən kəsiklə kəsilir və xüsusi xayanı əhatə eləyən bu dektus deferensdir. Yəni bizim spermatik kanalı daşıyan kanaldır və bunun içərisində də elə bizim o varikoz genişlənməni yaradan venalarımız yerləşir. Gördüyünüz kimi qırmızı arteriyadır, qidalandıran arteriyadır. Biz ona toxunmuruq. Mikroskop altında böyüdülmüş bu sxematik görüntüdür və burada yəni gördüyünüz kimi biz venaları selektiv olaraq hər bir vena ayrıca olaraq bağlanırlar. Yəni bunun hesabına nə baş verir? Xayanın qidalanması pozulmur.
Yəni arterial damarlar ki vardır, yəni xayanı qidalandıran damarlar. Bu damarlar öz fəaliyyətini davam elətdirir. Bu da spermatozoidlərin aktivlik faizini çox sürətli artmasına gətirib çıxardır. Yəni təqribən 2 ay və ya 3 ay sonra, əməliyyatdan 3 ay sonra tam normaya qalxmış olur xəstələrimizin böyük əksəriyyətində. 6 ay orta müddət sayılır. Yəni artıq uşağın belə deyək, hamiləliyin baş verməsi üçün 6 aylıq müddət bu artıq bizim üçün orta bir müddət hesab olunur. Demək ki, varikoseli sonsuzluğa təsir göstərir. Yəni sonsuzluğa gətirib çıxaran səbəblərdən biridir. Hələ. O varsa onu əməliyyat etmək lazımdır. Əməliyyatdan qorxmusunuz, biraz öncə izlədiyimiz videoda mikroskopik cərrahi üsuldur. Çox, yəni kiçik kəsirlərlə aparsız və təhlükəsiz. Çünki ən çox o təhlükədən qorxurlar ki, yəni belə deyək, zəif yerdə orada bəzi bir şey olarsa bəlkə cinsi zəifliyə gətirər, bəzi şeylərə gətirər. Belə bir şey yoxdur artıq, bilirəm ki. Yəni tamamilə təbii doğru. ki, həm də güvənli əllərdə olarsa, təcrübəli əllərdə olarsa, sizin əlləriniz kimi, o zaman daha da uğurlu alınar bu əməliyyat və buna da aydınlıq gətirdik. Androloji problemlərdən aktual olanlardan prostat vəzi. Prostat vəzi də bilirəm ki, kişi orqanına məxsusdur. Çox kiçikdir, amma çox böyük funksiyaları var, bunu mən deyim. Amma nə kimi patologiyalar ola bilər? Ümumiyyətlə, prostat vəzi kişilərin ikinci ürəyi hesab olunurlar. Yəni açıq onu bunu mən demədim, istədim siz deyəsiniz, bildim ki, bunu vurğulayacaqsınız. Bəli. Yəni ikinci ürəkdir. Yəni ikinci ürək dedikdə nəyi nəzərdə tuturuq? Birinci sözsüz ki, bizim o uşaq, yəni reproduktiv fəaliyyətimizi, yəni spermatozoidlərin normal olmasında böyük rolu vardır. Qeyd etdiyim kimi prostatitlər kişi sonsuzluğuna gətirib çıxarda bilir. İkinci olaraq cinsi fəaliyyətimizdə böyük rolu vardır, prostat vəzi. Yəni prostat vəzinin özündə xüsusi şirələr ifraz olunur, hormonlardır, iki cins hormonları, testosteronu ifraz edirlər və digər əsas faktor, yəni prostat vəzinin ətrafından xüsusi sinirlər keçir ki, yəni bu da bizim cinsi fəaliyyətimizi təmin edən sinirlərdir. Və sonuncu faktor sidik faktorudur. Yəni bizim xüsusilə də yaşlı insanlarda, yaşlı kişilərdə sidik hissəsinin aşağı hissəsində yerləşən bir orqandır prostat vəzi. Sidik hissəsindən sidiyin boşaldılmasında rol oynayan vacib bir orqan hesab olunur. Və ona görə də prostat vəzində hər hansı patologiya olanda sidiklik hissəsində də bilirəm ki, bəzi problemlər yaşanır. Tamamilə doğru, bəli. Yəni prostat vəzindən məsələn adenomaları zamanı sidik daimi ləngiyir. Xəstələr qırıq-qırıq sidiyə getmələri olur, gecə sidiyə oyanmalar olur. Xəstə deyir ki, sanki sidiyi boşaldıram, amma tam sidiyimi boşaltmıram, yəni qalıq sidik hissiyatı olur və xüsusilə də sidiyin təzyiqi düşmüş olur. Və bu xəstələrdə nə baş verir? Sidik hissəsində sidik daimi çöküntülər yaranır, ləngimələr gedir ki, bu da çöküntülər gələcəkdə artıq bir zamandan sonra daşın yaranmasına gətirib çıxardır. Sidik hissəsinin daşını yaradan birinci səbəblərin içərisində hesab olunur prostat vəzinin adenoması. Buna görə də adenoması olan xəstələrimiz ilkin əlamətləri dövrdə, xüsusilə də o sidiyi tam boşalda bilməməkdir, biz sorğu edirik. Yəni 2 saat ərzində bir də yenidən sidiyə gedirsinizmi? Yəni bu kimi şikayətlər müşahidə olunursa və ya qalıq sidiyini ölçürük biz xəstələrin. Sidiyə gedirlər, ondan sonra ölçürük və sidik hissəsində qalıq sidik 50 ml-dən yüksək olursa, yəni artıq miqdar artmış olursa sidik miqdarı, bu gələcəkdə sidik hissəsinin tamamilə zədələnməsinə gətirib çıxardır. Biz gələcəkdə prostat vəzinin problemini aradan qaldırmış oluruqsa da belə sidik hissəsinin problemləri aradan qalxmır. Çünki artıq sidik hissəsində deformasiya gedir, zədələnmələr gedir. Buna görə də vaxtında müraciət etməlidir prostat vəzinin adenoması olan xəstələr. Əgər bəylərimizdə belə simptomlar varsa, sidik getməklə bağlı problemlər varsa, artıq bu deyək, prostat vəzindən şübhələnməlidirlər. Prostat vəzinin adenoması, yəni adenomaları olan xəstələr nəyə diqqət etməlidirlər və bilirəm ki, bunu da bir plazmakinetik deyən üsulla əməliyyat edirsiniz, müalicə edirsiniz. Mən istədim videomuzu da yəni yayımlayaq, videonun üzərində danışsaq daha aydın olur, düşünürəm ki, tamaşaçılarımıza. Deməli, prostat vəzinin adenomaları zamanı nələr baş verir? Sxematik olaraq gördüyünüz kimi prostat vəzi deməli sidik hissəsinin alt hissəsində yerləşir. İndi hal-hazırda sidik kanalından biz keçirik. Sidik kanalından, yəni keçdiyimiz zaman uretradır bu. Yəni uretradan artıq verumontanıma, yəni prostat vəzinin düz başlanğıc hissəsinə gəldik, çıxdıq. Gördüyünüz kimi görüntü altında biz gedirik endoskopik müayinələr zamanı. Sağ və sol paylar tamamilə sidik kanalını örtmüşdür. Uretra tamamilə bağlıdır video görüntüdə göründüyü kimi. Bu adenomanın klassik, yəni görüntüsüdür. Prostat adenoması gördüyünüz kimi yaxınlaşırıq. Diqqət edin, yəni biz indi geriyə çəkiləcəyik, adenoma tamam örtdü yolu.
Sidik Aha, kanalı tamamilə bəli. bağlandı. Və sonradan yenidən daxil oluruq və daxil olduğumuz zaman sidik hissəsində daş aşkarlanır bu xəstəmizdə. Bu da yəni qeyd etdiyimiz kimi adenomanın yəni əsas klassik əlamətlərindən biridir. Sidik hissəsinin daşı. Çünki adenoma tamamilə yolu bağlayıb, sidiyə gedə bilmir belə xəstələr və bu zaman biz hansı üsullarla bu sidik hissəsi daşlarını müalicə edirik? Bu sistolitotripsiyadır. Yəni holmium lazerlə gördüyünüz kimi holmium lazer aparatıdır və bu lazerlə